Keçən dəfə baxdığımız bağlayıcı mövzusu xatırladıram ki, deməli bizim 2 dənə sizinlə cümləmiz var idi. Məsələn ki, bu olsun bir cümlə, bu da olsun ikinci bir cümləmiz. Bu 2 dənə cümləni bir-birinə bağlamaq üçün bizə deməli nələr lazım idi? Bağlayıcılar və yaxud da bizim dilimizdə desək soyuzu, правильно? Və biz sizinlə dedik ki, normalda təbii ki də bağlayıcı mövzusuna aid olan sualları yaxşı yazmaq üçün ən azından cümlənin bir 40-50%-ni anlamaq mütləqdir. Bu olmadan bizə çox çətin olacaq. Amma bəzən də elə olur ki, bağlayıcılar məna olaraq, istifadə yerinə görə bir-birlərinə çox oxşadıqlarına görə tələbələr, hətta rus dili tələbələr belə, yəni ki, azdan çoxdan rus dilini bilən tələbələr belə onları qarışdıra bilirlər. İndi qarışdırmamaq üçün sizə həm bağlayıcıları, həm də hansı sxemlərlə onları daha rahat yaza bilərsiniz, onu deyəcəm. Deməli, bizim sizinlə birinci bağlayıcılarımız, keçən dərsdə izah elədiyim kimi, hansı bağlayıcıları? Təbii ki də səbəb bağlayıcıları. Причина. Правильно? Burada biz sizinlə dedik ki, bizim hardasa 6-7-yə yaxın çox belə tez-tez imtahanda düşən bağlayıcılarımız var. Demişdim ki, bu bağlayıcılar sinonimlərlə öyrənməlidir. Hansılardır bunlar? Потому что, так как, ибо və от того что. Правильно? От того что. Deməli, demişdim ki, bunlar sinonim variant olaraq əzbərlənməlidir. 4-ünün 4-ü də Azərbaycan dilinə çünki deyə tərcümə olunur. Niyə biz bunları sinonim olaraq öyrənməliyik? Çünki imtahanda, indi sizə izah eləyəcəyim suallarda da o tip məsələlər olacaq. Ola bilər ki, imtahanda məsəl üçün A variantında sizə verirlər tutalım tak, B variantında yazırlar ибо. Artıq biləcəksiniz ki, bunların ikisi də səhv variantdır. Yəni ki, ikisi də axı qapalı sualda sizin düzgün cavabınız ola bilməz. Avtomatik biləcəksiniz ki, bunların ikisini birlikdə istifadə etmək olmaz. Deməli, ikisi də artıq səhv cavab olaraq götürüləcək. Və nə zaman istifadə edirik biz bunu? Dedikdə 2 dənə cümləmiz var. Bu olsun bir cümlə, bu da olsun ikinci cümlə. Əgər sizin cümlənizin birinci hissəsində informasiya, cümlənizin ikinci hissəsində isə həmin informasiyanın səbəbi göstərilirsə. Məsəl üçün, я хочу купить машину. Tərcümə? Mən maşın almaq istəyirəm. O da bu niyə silindi? Отлично. Так я не поняла, почему стерлось. Хорошо. Давайте еще раз. Deməli, dedik ki, mən maşın almaq istəyirəm. Qoyun bir də yazım. Я хочу купить. Tak, kimsə mənim daskamla oynayır. Xahiş edirəm. Mənim daskama əl vurmayın. Значит, я хочу купить машину. Mən maşın almaq istəyirəm. Məsəl üçün, gəlin sizinlə belə bir cümlə istifadə edək ki, bu hissəyə deməli bağlayıcı qoyacağıq sizinlə. Dedikdə iki cümləni bir-birinə birləşdirməyəcək. Da, məsəl üçün, потому что она мне необходима. Çünki o mənim üçün çox vacibdir. Yəni, maşın almaq mənim üçün çox vacibdir. Aydındır? Nə etdik? Mən cümlənin birinci hissəsindən nə elədim? Sizə bir informasiya verdim ki, mən maşın almaq istəyirəm. Cümlənin ikinci hissəsində nə elədim? Həmin o informasiyanın səbəbini göstərdim. Bura qədər aydın olmayan nəsə var? Agi, все понятно. Ümid edirəm ki, hə. Daha sonra tez-tez üzərindən keçmək istəyirəm. İndi səbəb bağlayıcıları dedikdə bizim bir kateqoriya bağlayıcımız daha var. Поэтому və bunun sinonimi olaraq istifadə olunur. Так что. Bunlar Azərbaycan dilinə tərcümə olunur. Buna görə də, buna görə ki, indi baxır cümləyə. Məsəl üçün, bayaqki cümləni yer dəyişib qeyd eləsəm, bayaq biz nə dedik sizinlə? Потому что, так как, ибо, от того что nə zaman istifadə olunur? Cümlənin birinci hissəsində informasiya, ikinci hissəsində isə informasiyanın səbəbi göstərilirsə. İndi isə birinci hissəsində mən səbəb göstərəcəm, cümlənin ikinci hissəsində isə informasiyanı göstərəcəm. Məsəl üçün deyirəm ki, мне необходима машина. Mənə maşın, yəni çox lazımdır, vacib lazımdır. Хорошо? Поэтому və yaxud da так что, вот наш союз, да? Я
Хочу купить. Поэтому я хочу купить ее. Buna görə də mən onu almalıyam. Yəni ki, bunların hamısı səbəb bağlayıcılarıdır. Tək fərqi səbəb və informasiyanın yerinin dəyişməsindədir. Və təbii ki də bağlayıcıların mənasında. Aydın olmayan nəsə varmı? Все понятно? Аги? Да. Все, отлично. Идемте дальше. Deməli, üçüncü kateqoriya deyək də, bağlayıcılarımızdan olan məqsəd bağlayıcısı, məqsəd, başqaca da cel. Bizim dildə də belə deyək cel. Bu nədir? 2 dənə əsas bağlayıcımız var. Это чтобы. Və bunun sinonimi olaraq для того, чтобы. Можно. Для того, чтобы. Hər ikisi Azərbaycan dilinə 3 gün deyə tərcümə olunur. Daha çox feillə istifadə olunur. Yəni bu özündən sonra feil tələb edir. Və həmin o feilimiz yadda saxlayın, infinitiv formasında olur. Yəni ki, ilkin formasında. İlkin formasında feillərimizin bu 3 dənə sonluğu var idi. Т мягкий знак, Ci və yaxud da Ç мягкий знак. Например, чтобы купить. Necə tərcümə olunacaq? Чтобы купить. Almaq üçün. Və yaxud da чтобы идти. Getmək üçün. Nə bilim, чтобы беречь. Qorumaq üçün. Правильно? Bəli. Deməli, bu iki bağlayıcını istifadə edə bilməyimiz üçün cümləmizin hər hansı bir hissəsində məqsəd olmalıdır və istifadə etdiyimiz feil olmalıdır ilkin formasında. İlkin formanda sonluqların sizi şəkilçilərin daha doğrusu bura qeyd elədim. Т мягкий знак, Ci, Ç мягкий знак. Спасибо большое. Хорошо? Məsəl üçün gəlin sizə belə bir cümlə qeyd edeyim. Manifestləyirəm bura. Чтобы купить машину, я... Ой, bu necə ya oldu? Я должна много зарабатывать. Переведите, пожалуйста. Зарабатывать. Tərcümə? Maşın almaq üçün mən çoxlu qazanmalıyım. Da, чтобы купить машину, maşın almaq üçün mən çox çalışmalıyam. Çox qazanmalıyam, sorry. Aydın olmayan nəsə varmı? Все понятно? Понятно. Все, хорошо. Daha sonra следующий. Dördüncü şərt bağlayıcılarımız. Şərt. То есть условие. 2 dənə əsas bağlayıcımız var. Значит, если hansı ki Azərbaycan dilinə əgər deyə tərcümə olunur. Məsəl üçün deyirəm ki, если мы успеем, обязательно придем. Biz əgər çatdırsaq, mütləq gələcəyik. Mütləq gələcəyik. Nəyə göstərir? Şərt göstərir. Əgər çatdırsam gələcəm. Правильно? Bir də bunun qarşılığı olaraq qarşımıza значит çıxa bilər если бы. Если бы. Bu tərcümə olunur əgər ki. Fərqi nədir? Daha doğrusu fərqindən savayı belə baxırsınız ki, tərcümədə demək olar ki, eyni şeydir. Məsəl üçün bu bağlayıcını daha rahat fərqləndirmək üçün sizə 3 əsas nüans deyirəm. Yadda saxlayın. Bu cümlədə əgər ki, yəni если bu istifadə edə bilməyimiz üçün cümlədə 3 əsas nüans olmalıdır. 1. Sizin cümlənizin ikinci hissəsində bu istifadə olunmuş olmalıdır. Yəni toplamda cümlənizin içərisində 2 və yaxud da daha çox bu olmalıdır. İkinci nüans olaraq feil mütləq və mütləq keçmiş zamanda verilməlidir. Keçmiş zamanda biz nə ilə yaradırdıq? El şəkilçisi ilə yaradırdıq da. Məsəl üçün, пришел. Правильно? Вот обязательно суффикс el keçmiş zaman mütləq olmalıdır. Və üçüncü olaraq təbii ki də cümlədə olmalıdır şərt. Məsəl üçün, yuxarıda qeyd eləmişəm ki, если мы успеем, обязательно придем. Правильно? İndi bunu если бы ilə istifadə eləsəm, dedim, axı mütləq 2 dənə bu olmalıdır, feil keçmiş zamanda olmalıdır və cümlədə şərt istifadə olunmalıdır. Если бы мы успели, мы обязательно пришли бы. Еще раз. Если бы мы успели, то мы обязательно пришли бы. Əgər biz çatdırsaydıq, biz mütləq gələrdik. Aydındır? Понятно?
Əgər görürsünüzsə ki, cümlədə artıq bir bu istifadə olunub, fe'l keçmiş zamanda sizə verilib, cümləniz də şərt cümləsidirsə, rahatlıqla bu bağlayıcını ora qoya bilərsiniz. Хорошо? Запомнили? Всё. Иду дальше. Müəllimə, olar bir sual verim? Да, конечно. Ola bilərmi ki, məsələn, hansısa bir cümlədə bu 3 şərtdən ikisi olsun, biri olmasın. Onda yəni qəbul edirik də bunu, yəni ki, bağlayıcını Əslində artırmalı. elə bir şey ola bilməz. Niyə ola bilməz? Çünki bu dediyim nüanslardan biri olsa, biri olmaya bilməz. Yəni ki, çünki bu ədat var ha, bax bu ədat, bu ədatı da biz ona deyirik частица. Aha. Bu ədatı iki formada istifadə olunur. Ya fe'l keçmiş zamandadsa istifadə olunur, ya da ki fe'l infinitiv formasındadırsa, yəni ki ilkin formasında. Yəni məsəl üçün deyirəm, bu olmasa keçmiş zaman ola bilməz, keçmiş zaman olmasa bu ola bilməz. Если bu da istifadə eləmək üçün cümlədə mütləq şərt olmalıdır. Aydındır? Yəni ki, ikisi olub biri olmama məsələsi düşünmürəm ki, olsun, qarşımıza çıxsın. Хорошо? Ki, yenə deyirəm, o ədata görə elə bir məsələdə ola bilməz. Okey, хорошо. İdu dальше. Sağ olun. İdu dальше. Keçən dərs izah etmədiyim, daha doğrusu sualda izah elədim, amma nəzəri mövzu olaraq unutmuşdum bu iki bağlayıcını izah eləməyi. Bir dəfə də onların üzərindən keçək, sonra biraz testlərə baxaq, testləri də izah eləyəcəm sizə. Deməli, hansı bağlayıcılardır bunlar? Это, значит, хотя, bir də bunun sinonimi olaraq nесмотря na to, что. Hansı ki, hər ikisi Azərbaycan dilinə baxmayaraq və yaxud da baxmayaraq ki deyə tərcümə olunur. Hər şeydən öncə bir nüansı yadda saxlamalıyıq ki, bizim qarşımıza, baxın bu söz, belə deyək də nitq hissəsi olaraq demirəm, bu söz bizim qarşımıza belə də çıxa bilər. Nесмотря на. Bunu özünüzdə qeyd edin. Əgər iki söz formasında çıxırsa, это предлог. Предлог nədir? Söz önü. Хорошо? Bax, bu söz biri var несмотря на то, что, yəni 1, 2, 3, 4. 4 sözdən ibarət olanda nitq hissəsi olaraq bağlayıcı. 2 sözdən ibarət olanda несмотря на nitq hissəsi olaraq предлогdur, söz önü olur. Əslində məna olaraq eynidir. Sadəcə nitq hissəsi olaraq fərqlidir. Yadda saxlayın, bu bir. Buna oxşar biri də var. Keçən dərs izah eləmişdim, bir dəfə də yadınıza salacağam. Deməli, bu bağlayıcılar nə zaman istifadə olunur? Bu bağlayıcıları mən deyirəm ki, əgər cümlənin iki tərəfi bir-birinə paradoks bir durum yaradırsa, o zaman istifadə edirik. Məsəl üçün, belə yazım da sizin üçün plus, minus və yaxud da minus, plus. İndi cümlə yazacağım, daha düşünürəm ki, aydın şəkildə anlayacaqsınız. Məsəl üçün deyirəm ki, я не выучила слова. Bir də bu cümləni tərcümə edək. Mən sözləri öyrənməmişəm. Öyrənməmişəm. İndi sözləri öyrənməməyiniz durum olaraq negativ bir durumdur da, düzdür, sözləri öyrənməmişəm. Правильно? Вот видите, minus bir cümlə. Bura bir dənə bağlayıcı yeri qoyuram. Cümləmin ikinci hissəsinə yazıram ki, учитель поставил мне пятерку. Tərcümə? Buna baxmayaraq müəllimə mənə 5 yazdı. Aha, indi buna baxmayaraq hələ ki qoymayaq ortaya, правильно? Gəlin belə baxaq da. Я не выучил слова, mən sözləri öyrənməmişəm. Baxın, mən bura bunu bu bağlayıcıya, daha doğrusu bu ədata görə qoymamışam. Bu niyə ədatına görə qoymamışam bunu. Mən durumun sadəcə negativ olduğunu göstərirəm ki, sözləri öyrənməmişəm, məktəbə getməmişəm. Nə bilim, durumun özlüyündə pozitiv deyil də negativ olduğunu göstərirəm də, belə deyək. Cümləmin ikinci hissəsinə deyirəm ki, учитель поставил мне пятерку. Deməli, müəllim mənə 5 yazıb. Elə bil ki, normalda sözləri, bax, bu sözü yadda saxlayın, bu uşaqlara çox kömək olur. Normalda sözləri öyrənməmişəmsə, müəllim mənə 2 yazmalıdır da, düzdür? Правильно? Amma mən sözləri öyrənməmişəm, müəllim mənə 5 yazıb. Elə bil ki, 2 dənə durum var ortada. Normalda belə olmalı deyildi, amma belə oldu. Aydındır? Yəni ki, bu belə düz gəlməli deyildi, amma bir də ki, düz oldu.
Bax belə deyək də. 2 dənə bir-birinə paradoks, antonim mu deyim, paradoks mu deyim, bir-birini inkar edən 2 dənə cümlə. Sözləri öyrənməmişəmsə normalda 2 qoymalıydı, amma 5 qoyub. Ona görə я не выучила слова, хотя учитель поставил мне пятерку. Несмотря на это, учитель поставил мне пятерку. Aydındır? Понятно? Müəllimə, əslində Azərbaycan dilində də belə bir şey var. Qarşılaşdırma əlaqəli cümlələrdir. Yəni cümlələr bir-birinə qarşılaşdırılır. Yəni belə bir şey Azərbaycan dilində O var. əslində bizdə də var, amma bizdə biraz fərqli nüansdır. O противопоставление. Bu da yəni ki, əslində bağlayıcı mövzusunda bizdə də o durum var. Sadəcə mən onu qrammatik olaraq deyil də düşünürəm ki, belə məncə daha əslində qarşılaşdırsam da daha yaxşı yadımızda qalır. Da bəli, Azərbaycan dilində olan bizdə də var o противопоставление. Yəni ki, 2 dənə cümlə bir-birinə qarşılıq olur. Bax məsəl üçün siz burada indi test izah eləyəndə də göstərəcəm sizə. Burada məsəl üçün no da istifadə edə bilərdiniz. No necə tərcümə olunur? Mən atdığım konspektdə var idi. No necə tərcümə olunur? Amma məsəl üçün bura istifadə edə bilərsiniz. Но учитель поставил мне пятерку. Однако учитель поставил мне пятерку. Хорошо? Bu tip bağlayıcılarda istifadə oluna bilər. Хорошо? Və son olaraq qalır mənim 2 dənə bağlayıcım. Bunu da izah edirəm. Qalan o balaca nüansları sizə atdığım konspektin içərisində var. İndi sualların da üzərində izah edəcəm. Deməli, 2 dənə fərqli nitq hissəsinə aid olan, amma mənaları bir-birinə oxşayan sözlər qeyd edirəm sizə. Deməli, из-за, благодаря, eyni mənada olan из-за того, что və благодаря тому, что. Bu ikisi nitq hissəsi olaraq это предлоги, то есть söz önləridir. Bunlar ikisi nitq hissəsi olaraq bağlayıcıdır. Yəni союзы. Хорошо? Amma mənası və istifadə yeri demək olar ki, birdir. Bu necə tərcümə olunurdu? Görəm. Bu sayəsində. Eyni şəkildə görə və sayəsində. Nə zaman istifadə edirdik sizinlə bunları? İzza istifadə olunurdu və ya izza və izza того, что istifadə olunurdu. Göstərdiyiniz durum negativdirsə. Keçən dərs belə bir cümlə yazmışdım sizə. Я не успела на урок из-за того, что были ужасные пробки. Правильно? Və yaxud da из-за ужасных пробок. Görürsünüz? Yəni ki, çoxlu tıxaca görə mən dərsə çatmamışdım. Благодаря və yaxud da благодаря тому, что nə zaman istifadə olunur? Əgər cümləniz pozitivdirsə. Yəni ki, əgər sayəsində sözünü ora qoya bilirsinizsə, istifadə edə bilirsinizsə. Bu da aydındırmı? Тоже понятно? Да. Все, хорошо. Mövzu izahına başlayanda da sizə dedim ki, deməli, əgər biz cümlə, daha doğrusu bağlayıcı mövzusunu yaxşı işləmək istəyiriksə, mütləq və mütləq ən azından cümlənin bir 30-40%-ni tərcüməsini bilməliyik. Tərcüməni də bilmək üçün, yəni ki, ümumiyyətlə həm bu vaxta qədər işləyəcəyiniz testlər, işləməli olduğunuz testləri, həm bundan sonra işləməli olduğunuz testləri mütləq və mütləq tərcümə ilə işləməlisiniz. Bir dənə bu nüansı da deyim. Mən bəzi uşaqlar məni səhv başa düşürlər ki, bəs müəllimə deyir ki, tərcümə ilə işləyin. Mən tərcümə ilə işlədiyəndə yanına Google Translate-i qoyub, buradan sözün tərcüməsinə baxıb, buradan testi yazıb gətirməyinizi istəmirəm sizdən. Bu baxın bu testlərə də aiddir. 90-a yaxın test var. Bunu siz mənim üçün gələn həftənin sonuna qədər bitirməlisiniz. Yəni bu o deməkdir ki, yəni mən sizə ümumiyyətlə bütün konspektləri və bütün testləri öncədən onsuz da göndərirəm. Bu o deməkdir ki, o konspektlər çıxarılmalıdır və yaxud da bilmirəm kim necə işləyirsə. Məsəl üçün deyirsinizsə ki, mən bugün tutalım ki, 40 dənə sual işləyəcəm. O 40 dənə sualın sözləri tərcümə olunmalıdır, bilmədiyiniz sözlər tərcümə olunmalıdır. Öyrənilməlidir. Üstündən bir 2-3 saat keçməlidir və siz oturub artıq sözləri bilmiş bir şəkildə qrammatikaya yönələrək o sualları işləməlisiniz. Mən tərcümə ilə işləmək lazım olduğu deyəndə bunu nəzərdə tuturam. Yanınıza Google Translate qoyub oradan sözə baxıb buradan mənə yazmağınız bu gün sizi işin içərisindən çıxara bilər, amma sabah imtahanda sizi işin içərisindən çıxara bilməyəcək.
Xahiş edirəm, bu nüansda biraz diqqətli olun. Bu dediyim şey bu testlərə də aiddir. Хорошо? Çox xahiş edirəm. Müəllimə, bu Bəli. testləri siz material qrupuna atmısınız? Material Yoxsa- qrupuna da atmışam, bizim öz qrupumuza da, onlayn qrupa da atmışam. Hər ikisinə göndərmişəm. Ha, yaxşı. Хорошо? Bundan öncə də göndərmişdim, indi də göndərmişəm. Yoxdursa, indi proje göndərdim qrupda, уже görməlisən. İndi gəlin baxaq birinci testimizə. Мы выбрали эту дорогу. Живописную речку. Да, она лежит через что-то. Через məsələsinin sonrası yoxdur. Pусть будет через лес. Правильно? Hər halda burada biraz опечатка düşüb olmalıdır. Лежит через живописную речку olmalıydı. Gəlin bir dənə bu hissəni düzəldim. Lütfə elə izah eləyim sizə. Sekundaçku. 3, 4 və 5-ci suallarımıza. Gəlin baxaq görək. Deyir ki, рядом с домом есть магазин. Evimin yanında mağaza var. Bu cümlənin birinci hissəsi. İkinci hissəsinə baxıram. Я предпочитаю супермаркет подальше. Mən uzaqda olan supermarketi üstün tuturam. Və yaxud da türklər demiş tərcih edirəm. Baxın, предпочитать üstün tutmaq. Bir daha təkrarlayıram, tərcih etmək mənasında istifadə olunur. Deyir ki, mən deyirəm ki, mən uzaqda olan deməli marketi üstün tuturam. İndi nəyə baxıram? Cümləmi tərcümə elədim. Gəlin bir dənə variantlara baxaq. Hər şeydən öncə ondan başlayım ki, burada A və Y variantlarımız bir-birinə, deməli, daha doğrusu bir-birilə sinonim olan variantlardır. Тоже və также. Hər ikisi də şəkilçidir, ədatdır. Onu Azərbaycan dəqiq bilmirəm. Nədir bu? Baxın, mən hətta yana cümlə də yazmışam. Çox primitiv. Ya тоже. Tərcüməsi məndə. Deməli, тоже также həmin o da hissəciyini bildirir bizə. Və fikir verirsinizsə, onlar bizə qapalı variantda, qapalı sualda A və Y variantları olaraq verilib. Və əgər belə bir şey görürsünüzsə imtahanda, deməli, bunların ikisi də səhvdir, agi. Niyə? Çünki qapalı variantda axı mənim 2 dənə düzgün cavabım ola bilməz. Və ikisi də əgər eyni mənalı bağlayıcıdır, mən onların ikisini necə eyni cavab olaraq götürə bilərəm, necə eyni sual olaraq götürə bilərəm də, düzdür? Ona görə A variantımda getdi, Y variantımda getdi. Gəlirəm burada C variantına. C variantında liba ya deyə tərcümə olunur. Onu da bura məna olaraq qoya bilmirəm. Burada düzgün variantım olaraq qalır D variantı. Baxın, yuxarıda da sizə qeyd eləmişəm, onu sinonim olaraq başqa hansı variantları yenə yaza bilərəm ora. Во-первых, nəyi yadda saxlayırsınız? Однако, но, bəzi hallarda A, bir də da. Baxın, bu dördür. Bağlayıcı olaraq sinonim bağlayıcılardır və amma deyə tərcümə olunur. Yuxarıda konspektdə də mən sizə bunu qeyd eləmişdim. İndi mən məsəl üçün rahatlıqla bu cümlədə istifadə edə bilərəm ki, рядом с домом есть магазин, evimin yanında mağaza var. Однако я предпочитаю супермаркет подальше. Но я предпочитаю супермаркет подальше. Amma mən uzaqda olan, deməli, supermarketi tərcih edirəm, üstün tuturam. Və yaxud da baxmayaraq ki, mən uzaqda olan supermarketi üstün tuturam. Yəni, хотя və nесмотря на то, что da istifadə oluna bilər. Yuxarıda da sizin üçün qeyd eləmişəm. Nə görə düzgün variantım olur D variantı. Sinonim olaraq однако, но, зато. Baxın, bunları yadda saxlayın. Xahiş edirəm, göndərdiyim konspektin üzərindən bir dəfə də mütləq keçin. Tak, gəlirəm 4-cü suala. 4-cü sualda deyir ki, 4-cü sualda biz sizinlə burada yenə boşluğu hissəsini düzgün sözlə doldurmalıyıq. Городок şəhərcik deməkdir. Мы приехали, biz gəlmişik. Оказался довольно милым. Çox şirin şəhərcik idi mənasında. Hər birinin tərcüməsini qeyd eləmişəm. Baxın, в котором hansındakı deyə tərcümə olunur. Hansındakı. İndi mən deyə bilərəm şəhərcik hansında ki biz gəlmişik. Axı yön bildirmir, istiqamət bildirmir, düzgün deyil. Hətta mən yanına sizə düzgün variantını da yazmışam ki, məsəl üçün olsaydı городок в который мы приехали. Baxın, bu tamamilə istiqamət olardı və bunu istifadə edə bilərdiniz. Olmaz. Y variantında, daha doğrusu C variantında откуда bu testləri biraz gərək düzəldim. Variant səhvləri var biraz. Так, откуда, hardan, где, harada, почему, niyə? Maksimum burada uyğun olan городок, куда мы приехали, hansına ki biz gəlmişik, çox şirin idi mənasında. Хорошо? Казался довольно милым.
Və dördüncü sual. Dördüncü sualda qeyd olunan bütün hamısının deməli, demək olar ki, tərcümələrini qeyd eləmişəm sizə. Kim mənim üçün tərcümə eləmək istəyir dördüncü sualı? Кто хочет перевести этот вопрос? Mən tərcümə edeyim müəllimə. Да, пожалуйста. Буду очень рада. Mən bunları yazmışam bu testləri. Bir dənə siz. Demək, уже несколько раз меняла день приезда. Во вторник хотела ехать, в среду, в пятницу. Orada deyir ki, Marta artıq bir neçə dəfə deyir. Yox, amma burada qadın adından söhbət gedir Aynur. Qadın adıdır Marta. Hə, Marta da yəni bir neçə dəfə deyir. O Marta bildim qadın adıdır. O priez şeydir, gəlişini dəyişir. İkinci gün gəlmək istəyirdi. Хотела приехать во вторник. İkinci gün gəlmək istəyirdi. Ya da deyir üçüncü gün ya da beşinci gün. Aha, indi bura ya da daha uyğundur, yoxsa gah daha uyğun olur? Bir dənə gahla istifadə edək, gəl. Bax gör, səncə hansı daha uyğun olacaq? Marta несколько раз меняла день приезда. То во вторник хотела приехать, то в среду, то в пятницу. Gah ikinci gün gəlmək istəyirdi, gah üçüncü gün, gah da beşinci gün. Beşinci gün. Əvvəl Libana qoydum. Baxdım ki, o deyir ki, ya ikinci gün gəlmək istəyirdi, ya üçüncü gün, ya da beşinci gün. Amma Sonra gah məncə daha uyğun olur, hə? Gah bəli, gah daha uyğun olur. Deyir, то во вторник хотела приехать, то в среду, то в пятницу. Mən də to daha da uyğun gəlir. Всё, хорошо, есть. Yenə qaralır. Yox, indi yaxşıdır, qaralmır. Всё, тогда baxarıq 5-ci, 7-ci və 8-ci suallara. Deməlidir ki, mой сын сразу догадался. Mənim oğlum həmən anladı. İkinci hissəyə baxırıq. Должен закончиться этот детектив. Bu detektiv bitməlidir. Nə ilə bitməlidir? Bax, bizə aşağıda verilən variantlarımız var. Почему? Niyə bitməlidir bu detektiv? O чем nə haqqında bitməlidir bu detektiv? Tak, belə bitməlidir bu detektiv. Başa düşür ki, yəni həmən anladı ki, belə bitməlidir bu detektiv. Tak должен закончиться этот detektiv. Amma B variantımıza bir dənə baxın. Чем должен закончиться этот detektiv? Bu detektiv nə ilə bitməlidir? Əslində orada A variantında каким necə deyə qeyd eləmişəm. Bunu bir dənə açıqlamasını gətirim sizə. Дело в том, что necə Azərbaycan dilində bu bir deməli zərfin, daha doğrusu zərf və yaxud da nitq hissəsi olaraq sifətin sualıdır da. Hal-hazırda bizdə orada göstərilən hallandırılmış necə sualıdır. Sadəcə Azərbaycancasından tam anlamadım ki, o necə Azərbaycan dilində necə tərcümə olunacaq. Каким, məsəl üçün deyirəm ki, каким образом, necə tərzdə hallandırılmır, amma daha doğrusu Azərbaycanca hallandırılmış formada tərcümə olunmur, lakin burada onu istifadə edə bilmərik. Burada istifadə edə bilərdik məsəl üçün как должен закончиться этот detektiv. Bu detektiv necə bitməlidir, amma zərfin sualı olaraq. Как qoya bilərdik. Amma какой istifadə edə bilmərik. Çünki sifət nitq hissəsi olaraq deməli ismə aid olur həmişə. Burada ismə aid olan bir məsələ yoxdur deyə mən orada sifətin sualını istifadə edə bilmərəm. Burada maksimal uyğun olan variant B variantıdır. Bu detektiv nə ilə bitməlidir? Чем должен закончиться этот детектив? Мой сын сразу догадался, mənim oğlum həmən anladı. Bu detektiv nə ilə bitməlidir? Ona görə düzgün variantın B variantı olacaq. Gələm 7-ci suala. Əslində bu sual haqqında biraz keçən dərsdə məlumat vermişdim. Bugün də biz sizinlə deməli məqsəd bağlayıcılarına baxdıq. Burada sizə qeyd eləmişəm. Gəlin cümləmizə baxaq. Deyir ki, Отец пригласил гостей. Dostum qonaqları dəvət etdi. Cümləmin ikinci hissəsində qeyd olunub ki, отметить свой юбилей. Yubiley qeyd etmək. İndi gəlin bir dənə baxaq. A variantında yazmışam когда, nə zaman? B variantında ki, məna olaraq burada düzgün gəlmir. A variantında B variantıdır. Daha sonra C variantında в котором hansındakı, yəni atam dostlarını harasa dəvət edib deyə bir məsələ yoxdur ki, hansındakı yubileyini qeyd eləyəcək deyə bilim. Olmaz. Потому что çünki yubileyi qeyd etmək də düz gəlmir. Amma ən son variantımız var, чтобы.
Что bu üçüncüyə tərcümə olunur. Və demişdik, feil hansı formada onda istifadə edirik onu daha çox? Əgər feil ilkin Məstər formasında. Bəli, bax orada sizə qeyd eləmişəm həmin o məstər formasını. Отец пригласил гостей, чтобы отметить свой юбилей. Öz yubileyini qeyd etmək üçün. Əlavə olaraq da qeyd eləmişəm sizə ki, orada məqsəd iki bağlayıcımız var. Məqsədin 2 dənə bağlayıcısı var. Чтобы və для того, чтобы. Burada hər halda hal-hazırda əlimizdə чтобы var, onu seçirik. Amma для того, чтобы da olsaydı istifadə edə bilərdiniz. Və son olaraq 8-ci sual. Burada məna olaraq 2 dənəsi uyğun gəldi. İkisini də seçmişəm sizə. Deyir ki, мы оделись потеплее. Biz daha isti geyindik. Когда погода начала ухудшаться, nə zaman ki hava pisləşirdi və çünki hava pisləşirdi. A da ola bilər, так как то, когда da ola bilər, так как to ola bilər. Baxmayaraq ki hava pisləşirdi, biz isti geyindik deyə bilmərik. Havanın pisləşməyi üçün, чтобы погода начала ухудшаться deyə bilmərəm. Поэтому начала погода ухудшаться. Yəni belə çıxır ki, mən daha isti geyinirəm deyə hava pisləşməyə başlayır. Biraz bu da məna olaraq düz gəlmir. Ona görə мы оделись потеплее, когда погода начала ухудшаться və так как погода начала ухудшаться. Hər iki variantını sinonim olaraq istifadə edə bilərik hal-hazırdakı cümlədə. Görürük ekranı. Bəli, bəli. Deməli 15-ci sualda mənə deyir ki, несколько дней стоял густой туман. Bir neçə gün sıx tuman var idi. İkinci hissədə deyir ki, reysi были отложены. Reyslər təxirə salınmışdı. Nə götürmüsünüz burada 15-ci sualda? Y bəndi. Başqa variant? Necə müəllimə? 15-ci sualda cavab olaraq nə götürmüsünüz? Y variantı. Y variantı çox gözəl, malatsıyım. Deməli, gəlin baxaq görə. Hər şeydən öncə, bayaq da dediyim kimi, baxın, burada mən A variantını və B variantını avtomatik olaraq silirəm. Çünki bunların hər ikisi Azərbaycan dilinə çünki deyə tərcümə olunur və mənim artıq düzgün cavab ola bilməz. Düzdür? Və məna olaraq da baxanda, bəli, və məna olaraq da baxanda deyir ki, sıx duman var idi, çünki reyslər təxirə düşmüşdü. Axı biz dedik, потому что, так что, так как bunları istifadə edəndə cümləmin ikinci hissəsinə səbəb göstərilməlidir. Əgər biz burada так как və yaxud da потому что istifadə eləsəydik, belə çıxırdı ki, reyslər təxirə salındığına görə sıx duman var idi. Axı düzgün deyil bu. Когда reysi были отложены, хотя reysi были отложены, baxmayaraq ki, reyslər təxirə düşüb, baxın, siz burada rahatlıqla так что götürə bilərsiniz. Bunu sinonim olaraq da götürə bilərdik burada. Так что Оттого. Yox. Поэтому. Поэтому. Молодец, поэтому. Хорошо. Daha sonra 17-ci sual. Нам было настолько весело. Biz o qədər şad idik ki, o ki-ni mən nə ilə göstərirdim? Что? Что нам было настолько весело, что мы не заметили, как пролетело время. Biz anlamadıq vaxt necə keçdi. Хорошо? Ekran görünür. Bəli. Aha, 19-cu sualda. Собрание давно закончилось. İclas çoxdan bitib. Никто не расходился. Heç kim evə getmirdi. B variantı. Хотя собрание давно закончилось. Baxmayaraq ki, iclas çoxdan bitib, heç kim evə getmir. Normalda iclas bitibsə hamı evə getməlidir. Amma hal-hazırda iclas bitib, amma heç kim evə getmir. Ona görə düzgün variantım olacaq B variantı. Daha sonra 20-ci suala baxıram. Dmitriy учился в престижном вузе. Dmitriy çox yaxşı, deməli, ali təhsil şirkətində, daha doğrusu, ali təhsil müəssisəsində oxuyurdu. Nə yazmışıq bura 20-ci sualı variant olaraq? D variantı. D yazmışam. I olacaq bağlayıcı olaraq. И это помогло ему в жизни. Deməli, o çox yaxşı müəssisədə təhsil alıb və bu ona həyatında kömək olub. Bura I qoyacaqsınız. 21. На выставке Иван накупил много картин. Deməli, sərgidə İvan çoxlu şəkillər aldı. İkinci hissədə deyir ki, это было дорого. Bu baha idi. Normalda əgər bahadırsa az almalıydı, amma hal-hazırda çox alıb. Bu baxmayaraq ki, mən nə ilə göstərirdim? 2 dənə paradoks cümlə varsa nə istifadə edirdim baxmayaraq ki? Hansı 2 dənə bağlayıcını qoya bilərdim? Несмотря на то, что. Və yaxud da sinonim olaraq? Хотя. Hal-hazırda Y variantı olacaq.
Значит, на выставке Иван накупил много картин, несмотря на то, что это было дорого. Baxmayaraq ki, bu baha idi. Bəli. Так, 22-də deyir, я буду рад, mən şad olacağam. Мы поедем отдыхать в это живописное место. Biz bu gözəl yerə istirahətə getsək. Mən şad olacağam, əgər biz bu gözəl yerə istirahətə getsək. O da nədir? Если b'ni götürə bilməməyimin səbəbi aydındır mənə. İkinci b yoxdur. Fe'l keçmiş zamanda deyil. Правильно? Поэтому если. Хорошо. Bir də 25 idi, düzdür? Значит, мы были бы очень rады. Biz çox şad olardıq. Fe'l keçmiş zamandadır. Bir dənə b ədatım artıq var. İkinci hissədə deyirəm ki, смогли посетить kontsert populyarного pevца. Deməli, məşhur, deməli, müğənninin konsertinə gedə bilsək. Əgər ki, məşhur müğənninin, bəli, deməli, konsertinə gedə bilsək. Baxın, fe'l keçmiş zamandadır. Были, смогли. Artıq bir b istifadə olunub. Cümləm şərt cümləsidir. Deməli, rahatlıqla если b qoya bilərəm ora. Хорошо. Predlogi. Yəni söz önlər haqqında danışacağıq bu gün sizinlə, söz önləri haqqında. Deməli bu mövzu və bundan öncə sizə izah elədiyim bağlayıcı mövzusu imtahanda elə bir il olub ki, bu iki mövzu bir sualın içərisində düşüb bizə. Yəni ki, bizə bir neçə cümlə verilib, bir mətn içərisində mi deyim, yəni bir mətn formasında daha doğrusu və həmin o mətnin içərisinin bir hissəsinə biz sizinlə düzgün bağlayıcıları, digər bir hissəsinə isə düzgün predlogları qoymalıyıq. İndi və keçən ildə imtahanda predlog haqqında o düşən sual əslində çox primitiv bir sual idi. Bildiyimiz çox məşhur olan v və na predlogları ilə bağlı olan bir sual idi. Ki bilən tələbələrin 90% hamısı sualı düzgün cavablandırmışdılar. Ona görə bu mövzu demək olar ki, hər il imtahanda qarşılaşa biləcəyimiz bir mövzudur. Ona görə elə ilk öncə mən də ən məşhur olan v və na predlogundan başlamaq istəyirəm və burada sizə vacib olan bir-iki nüansı izah edəcəm. Digər hər şeyi sizə göndərəcəyim konspektdə qeyd etmişəm. Bir dəfə də orada mütləq oxuyarsınız. Çünki orada dəhşətli çox punkt var ki, məsəl üçün v nə ilə istifadə olunur, na hansı nüanslarda istifadə olunur. Поэтому в любом случае o konspekt bir dəfə mütləq oxunulmalıdır. Yəni mənim sizə burada izah edəcəyim məsələ sadəcə ümumi verə biləcəyim məlumatdır. Yoxsa orada nüans məsələsi çoxdur. İndi hər şeydən öncə ondan başlayaq ki, v və na Rus dilində iki fərqli mənada istifadə oluna bilər. V və na bir Azərbaycan dilində olan o da, də hissəciyini bizə ötürür. Məsəl üçün deyirsiniz evdə, küçədə, otaqda, həmin o da, də hissəci bir də bəzi hallarda istiqamət bildirir. Yəni, məsəl üçün məktəbə, otağa, evə və s. İndi əgər ümumi sizinlə götürsək, bu iki predlogun çox bir-birindən, yəni ayıra biləcəyimiz nüanslar var. Elə nüanslar var ki, onlar bir-birindən biraz qarışır. Hər şeydən öncə onu yadda saxlamalıyıq ki, v predlogu hər iki mənada daha çox qapalı məkanlarla, qapalı məkan və əgər içərisində bildirirsə istifadə olunur. İçərisində. Təkrarlayıram. V hər iki mənada, həm dadə mənasında, həm də istiqamət bildirərkən qapalı məkanlarla istifadə olunur və içərisində bildirir. Biz bunun antonimi olaraq hansı predloqu istifadə edirdik sizinlə? Antonimi olaraq. İz. İz, malatçı. Baxın, iz bunun antonimi olacaq. Yəni iz qapalı məkandan və yaxud da nəyinsə içərisindən deyə tərcümə olacaq. Baxın, bu nitq səhvi olaraq bizim qarşımıza çıxa bilər, yadda saxlayın. İkinci predloq isə na predloqu. İstifadə olunur nə zaman? Daha çox açıq məkanlarla istifadə olunur. Açıq məkan və yaxud da əgər üzərində bildirirsə. Üzərində. Bunun antonimi olaraq nə istifadə edirdik biz? Hansı predloqu? S predloqunu. Hər iki ümumi məlumat olaraq biz bunu yadda saxlamalıyıq. Amma belə bir məsələ var ki, bu sizə dediyim, yəni ki, nüans düzdür, Rus dilində olan bir çox sözlərə aiddir, amma yenə də bütün sözlərə aid deyil. Aydındır? Yəni ki, istisna nüanslarımız dəhşətli dərəcədə çoxdur.
İndi gəlin baxaq görək. Biz bu v və n-nın istifadəsi zamanı hansı sonluqlarla qarşılaşırıq sizinlə? Bir daha təkrarlayıram. V qapalı məkanlarla və içərisində, n açıq məkanlarla və üzərində mənasında istifadə olunur. Bura qədər qaranlıq qalan və yaxud da anlaşılmayan nəsə varmı? Orada v-nın yerinə iz də yazmaq olar. O mənada dediniz onu. Xeyr, V, iz. antonim olaraq nəzərdə tutdum. Məsəl üçün, əgər tutalım deyirəm ki, mən deyirəmsə v şkolu. Tərcümə edə bilərik bu hissəni. Şkolu nə deməkdir? V şkolu. Tərcüməsi məktəbə. Yox, məktəbdə yox, məktəbə. Məktəbə. Aha. Məktəbə. Əgər biz bu istiqaməti v ilə bildiririksə, biz bunun dan dəni izlə bildirməliyik. Məktəbdən izlə istifadə olunacaq. İz şkolu. Məsəl üçün, burada əgər iz yox da, məsəl üçün, sa şkolu görmüş olsaydınız, bu artıq səhv olacaq idi. Və yaxud da, əgər deyirsinizsə, na rabotu işə deyə tərcümə olunacaq. Правильно? Əgər bunundan dənni bildirmək istəyirsinizsə, mütləq s istifadə etməlisiniz. Qarşınızda olmalıdır sraboty. Sraboty. Məsəl üçün, burada iz raboty olsaydı səhv olardı. Aydındır? Antonimi olaraq istiqamət bildirəndə antonimi olaraq istifadə olunacaq. Deməli, v izlə, nas ilə. Aydındır? Aydındır mənim. V ilə gedirik, iz ilə qayıdırıq. Bəli. Eyni şəkildə na ilə gedirsiniz, s ilə qayıdırsınız. Tamam. Хорошо? Понятно? Да. Aydındırmı bu? Хорошо. Müəllimə, dediniz v ilə gedirik, v ilə gedəndə izlə olur. Bəs burada bu şkol nə, sa şkol oldu, iz olmadı. Kim dedi ki, sa şkol olur? Deyirəm, qarşınıza birdən o Orada çıxsa iz- səhvdir. Dedim ki, əgər o səhvdir. birdən qarşınıza çıxsa səhv olacaq. Eyni şəkildə iz работы qarşınıza çıxsa yenə səhv olacaq. Хорошо? Da. Хорошо. İndi gəlirəm sonluq məsələlərinə. Baxın, hər şeydən öncə sizə iki nüans deyim ki, daha doğrusu v və na haralarda istifadə oluna bilir. Hansı nüanslarda istifadə olunacaq? Baxın, öncə v qoşması, yəni qoşması deyil, daha doğrusu söz önüsü, birinci məna olaraq təbii ki də içərisində mənasında istifadə olunur. İçərisində. Yəni nəyinsə içərisində. Məsəl üçün deyirəm ki, v чемодане. Не знаю. В сумке. Əgər içərisində mənasında istifadə olunacaqsa nəsə, deməli bu hansı predloq olacaq? V predloqu olacaq. Daha sonra bayaq da dediyim kimi üstü bağlı və qapalı məkanlarla. Məsəl üçün в комнате, в аптеке. Aydındır? Daha sonra yadda saxlayın. Coğrafik məkanlar. Nə deməkdir bu coğrafik məkanlar? Əgər söhbət şəhər, kənd, ölkə, qəsəbə, bu tip nüanslarla gedirsə, bu hər zaman v olacaq. Məsəl üçün, v городе, не знаю, в селе, в Баку, не знаю, там, в Батуми, в Москве, в Гянже, в городе, в селе. Bunlar hamısı v ilə istifadə olunacaq. Yəni ki, coğrafik məkanlarımızın hamısı v ilə istifadə olunacaq. Düzdür, onların arasında bəzi istisna hallarımız var. Məsəl üçün, bu dəqiqə dedim ki, coğrafik məkanlar v ilə istifadə olunur. Amma tutalım ki, Krım na ilə istifadə olunacaq. Qafqaz na ilə istifadə olunacaq. Na Qafqazi, na Urali, na Altayi, nə bilim, na Madagaskari, na Kubi. Bir neçə belə şəhər adı var ki, kənd və yaxud da ərazi adı var ki, onlar na ilə istifadə olunur. Təkrarlayıram, məsəl üçün, na Altayi, na Urali, na Qafqazi, na Madagaskari, na Kubi. Amma digər hamısı bir qayda olaraq v ilə istifadə olunacaq. Deməli, hələ ki v-nın əsas bir neçə nüansı hansı oldu? İçərisində bildirdiyimiz zaman qapalı məkanlarla, şəhər, kənd, qəsəbə, ölkə, respublika, bu tip nüanslarla. Daha sonra v necə istifadə olunacaq? Bəzi hiss bildirən sözlərimizlə, biz daha çox bunlara deyirik belə abstrakt məsələlər. Tutalım deyirəm ki, v горе. Necə başa düşürsünüz v горе?
в горе, в печали, не знаю, в радости. His bildirən sözlərlə də belə deyək. Kədərdə, Qəmdə, kədərdə bəli, və yaxud da v ссоре. sevincdə, kədərdə, Bəli, v ссоре məsəl üçün davadalaşda belə deyək, aydındır. mübahisədə. Baxın, bəli, mübahisədə. Baxın, bu tip his bildirən sözlərlə də biz istifadə edirik v sözünüsünü. Daha sonra bir neçə nüans da var. Əgər söhbət musiqi alətlərindən gedirsə, əgər söhbət idman oyunlarından gedirsə, musiqi alətləri ilə əksinə na istifadə olunur. Əgər sizin qarşınızda играть sözü istifadə olunursa, biz bilirik ki, играть sözünün iki ayrı mənası var. İqrat sözümüz bir ifa etmək, çalmaq mənasında istifadə olunur. Bir də играть sözü oyun oynamaq mənasında istifadə olunur. Əgər играть sözü idman oyunları ilə istifadə olunacaqsa, yəni əgər oynamaq mənasında istifadə olunacaqsa, mütləq özündən sonra v və yaxud da vo tələb eləyəcək. Məsəl üçün deyirəm, играть в волейбол. Волейбол. Играть в футбол, играть в теннис, играть в хоккей. Хорошо? Və yaxud da играть в шашки, в шахматы, в нарды. Не знаю, там, играть в жмурки. Bütün bu idman oyunlarının hamısı играть feili ilə istifadə olunursa əgər, yəni ifa etmək mənasında deyil də oynamaq mənasında, özündən sonra v tələb eləyir və bir neçə nüans ilə deyirəm sizə. Məsəl üçün voleybol, в хоккей, не знаю, в теннис, например, в теннис, играть в шашки, играть в нарды. Bu tip hamısı ilə v istifadə olunacaq. Хорошо? Понятно? Запомнили? Da. Daha sonra bir neçə nüans da qaldı. Bəzi istisna sözlərimiz var. Onları da sizə yollayacağam. İndi yox, dərsdən sonra göndərəcəm sizə. Və qapalı məkanları dedik. Bunları vroca qeyd elədim sizə. Bəli, bu əsasən bu tip nüanslarla istifadə olunur. İndi keçirəm na bağlayıcısına. Bura qədər qaranlıq qalan nəsə var? Yəni v-da qaranlıq qalan nəsə var? Mənim üçün yox, mənim. Mənim üçün yox. Başqa? Хорошо. Onda gəlirəm na sözünüsünə. Na sözünüsündə bayaq da biz sizinlə dedik ki, əsasən üstündə və yaxud da üzərində mənasını verdiyi halda istifadə edirik. Məsəl üçün deyirəm na stole. Deyirəm məsəl üçün na полке. Правильно, да? На диване, например. Правильно? Əgər üstündə, üzərində mənasını verirsə, na istifadə edəcəyik. Və üstü açıq məkanlarla istifadə olunur na. Məsəl üçün, na ulici. Müəllimə, na divani yoxsa V divani dediyimiz zaman divanın içərisindəni nəzərdə tuturuq. Amma əsas biz axı divanın üzərində otururuq. Ona görə na divani. На стадионе, например. На площади. Площадь, nə deməkdir площадь? Açıq məkanda, sahə. Və yaxud nə bilim, na острове, например. Adada. Açıq məkan varsa, надо. Хорошо? Площадь это мeydan. Meydança. Да, хорошо. Спасибо большое. Açıq sahə nə idi? Amma bu, daha doğrusu bu iki nüansı, baxın yuxarıda dedim ki, üstündə və yaxud da üzərində. Burada isə açıq məkanlarla istifadə məsələsi var da, düzdür. Amma dərsin əvvəlində də sizə hələ v və na-nın mənaları haqqında məlumat verəndə dedim ki, bu sizə dediyim nüans rus dilində olan bir çox sözə aiddir. Amma istisna sözlərimiz də təbii ki də var. Yəni ki, bu qaydaya uymayan sözlərimiz də var. Bunları da başqa təbii ki də çarəmiz yoxdur. Mütləq şəkildə öyrənməliyik. Məsəl üçün deyirəm, həmin o istisna halları düzdür, mən sizə göndərəcəm, amma bir neçəsini в любом случае demək istəyirəm sizə. Tutalım, bu dəqiqə mən sizə dedim ki, açıq məkanlarla mən na istifadə edəcəm də, düzdür. Amma rus dilində əsas 3 dənə istisna söz var. Na fabrike, на заводе və na почте. Na почте. Baxın, normalda zavod, fabrika, poçt bunlar qapalı məkan olsalar belə, daha doğrusu da qapalı məkan olsalar belə, biz bunları na ilə istifadə edirik. Bu da vaxtı ikən həmin bu məkanların
açıq şəkildə istifadə olunduqlarına görə midir? Bilmirəm, daha dəqiq. Hər kəs fərqli variantlar deyir. Но в любом случае bu üç sözümüz istisna olaraq yadda saxlanılmalıdır ki, fabrika, zavod və poçta. Hər iki mənada həm istiqamət olduğu zaman, həm də da mənasında na sözünüsü ilə istifadə olunur. Aydındırmı? Sabine xanım, Da, danışıram. Da, конечно. O kompanyalar var idi, na poçtli. Bəzilərində amma mərk iznət var idi. Məsələn, o nədən asılıdır? Cinsindən? V və na ilə istifadə olunduğu zaman sözün daha doğrusu mərk iznakla istifadə olunma məsələsi ancaq əgər yön bildirərsə mümkün ola bilər. O da bəli, sözün ilkin formasından asılı olur. Məsəl üçün deyirəm, tutalım deyirəm ki, gəlin götürək mərk iznaklı olan bir söz. Tutalım ki, площадь sözünü. Bayaq da dediyimiz kimi, правильно? Bax, bu sözüm mərk iznakla bitir. Mən bunu na ilə əgər da mənasında istifadə eləsəm, yəni meydanda mənasında istifadə eləsəm, olacaq na площади. Bax, i sonluğu olacaq. İndi na ilə istifadə olunduğu zaman, bax gördün hansı mənasıdır da. Amma əgər mən desəm meydana, yəni əgər istiqamət bildirsəm, o söz elə ilkin formasında qalacaq. Na площадь. Bunu nəzərdə tutursan qızım sən? Burada mərk iznak mənasında. Və orada çünki fərqli var idi. O birlərində na poçta, burada площадь. Bəli. O indi sonluqlar haqqında məlumat verəndə bir dəfə də üzərindən keçəcəm. Amma böyük ehtimal sənin gördüyün budur. Хорошо? Bu arada burada chatdə gördüm, bulvar məsələsini soruşmusunuz. Bulvar na ilə istifadə olunur. Na bulvari. Хорошо? В парке, но на бульваре. Хорошо? Запомнили? Başqa sualınız var? Başqa qaranlıq qalan nəsə var? Bəlkə parkın müəyyən bir ərazisi vardı, amma bulvarda yoxdur da, açıq sahədir. Bəlkə ona görədir bu ilə. Bu sadəcə bu qaydanın tam şəkildə bütün sözlərə aid olmama məsələsidir. Axı mən dərsin əvvəlində dedim ki, bütün sözlərə aid deyil. Bizim istisna sözlərimiz o qədər var ki, yaxşı, olmasın bulvar sözü, olsun meşə. Normalda meşə necə məkandır? Rus dilində meşə necə olacaq? Les, правильно? Normalda bu açıq məkandır da. Axı bizim sizinlə bağlı meşələrimiz yoxdur. Heç mən elə bir termin eşitməmişəm ki, bağlı meşə olsun. Правильно? Amma məsəl üçün biz les hər iki mənada v ilə istifadə olunur. В лесу meşədə, в лес meşəyə. Aydındır? Yəni ki, burada təəssüf ki, mən buna bir tam mənim o sizə dediyim açıq məkan içərisində, qapalı məkan üzərində bu rus dilində olan bir çox sözlərə aiddir. Bütün sözlərə aid deyil. Sabine xanım, bir dənə sual verə bilərəm? Da, конечно. Məsəl üçün, площадьdə yığışırıq. Собираемся в площади или на площади? На площади. В любом случае на площади. Aha, спасибо большое. O v və na-nın dəyişmə məsələsi rus dilində sadəcə bir nüansda ola bilər. İndi onu deyəcəm hansı nüansda olacaq. Хорошо? Qoy ümumi izahı verim bitirim. O hissəyə gələcəm. Elə sözlərimiz var ki, onlar bəzən v, bəzən na ilə istifadə oluna bilərlər. Amma bu bütün sözlərə aid deyil. Daha sonra na-nın istifadə məsələsinə gəlmişdik. Na bir də yadda saxlayın bu sözlərimizi. Sever, юг, запад, vostok. Bunlar bizim səmtlərimizdə. Şimal, cənub, şərq, qərb. Bunlar hər iki mənada na ilə istifadə olunacaqlar. Məsəl üçün, na severi tərcüməsi şimalda, na sever şimala. Birincidə da bildirir, ikincidə istiqaməti bildirir. Хорошо? Hər iki mənada cəhətlər, yəni bu 4 sözümüz severi, yuq, zapad, vostok sözlərimizin dördünün dördü də hər iki mənada na ilə istifadə olunacaq. Və musiqi alətləri. Bayaq sizinlə idman oyunlarını dedik. Hətta mən orada dedim sizə ki, iqrat sözümüz var bizim. Həmin bu iqrat sözü iki fərqli mənada istifadə oluna bilərdi. Bir, oynamaq mənasında.
Bir də ifa etmək, çalmaq mənasında. Əgər oynamaq mənasında söhbət idman oyunları ilə gedirsə, играть özündən sonra v tələb eləyir. Bayaq da dedim, играть в волейбол, играть в теннис və s. da, играть в шахматы, в шашки, в карты, в нарды, в прятки. Amma əgər играть mənası ifa etmək olaraq göstərilirsə, ifa etmək. Yəni ki, söhbət burada nədən gedəcək? Təbii ki də musiqi alətlərindən gedəcək. O zaman isə özündən sonra na tələb edir. Məsəl üçün, играть на гитаре. Gitarada ifa etmək. Хорошо? Не знаю, играть на пианино, играть на скрипке, играть на флейте, например. Хорошо? Söhbət əgər musiqi alətlərindən gedirsə, hansı sözünü istifadə edəcəksiniz? Na sözünü. Хорошо? Bu da aydındır. Люди добрые. Понятно? Da. Хорошо. İndi gəlirəm nəqliyyat vasitələri məsələsinə. Çünki bu həmişə tələbələrdə biraz çaşqınlıq yaradır. Baxın, mən məsəl üçün gəlin sizinlə götürək maşina sözünü. Maşina. Правильно? Da. Bu da naša maşina. Yadda saxlayın, əgər bu maşın və bunun kimi bütün nəqliyyat vasitələri başlayırsınız, nə bilim, nədən başlayaq? Skuterdən başlayaq, bitsin, nə bilim, buldozerlə. Əgər bu nəqliyyat sizi A nöqtəsindən B nöqtəsinə götürürsə, yəni əgər nəqliyyat vasitə olaraq istifadə olunursa, yəni sizi A nöqtəsindən B nöqtəsinə götürmək üçün bir vasitədirsə, fərqi yoxdur. Hər zaman na ilə istifadə olunacaq. Və bunu na ilə istifadə edə bilmək üçün bizim cümlədə sizinlə hərəkət feillərimiz olmalıdır da. Yəni mən bilməliyəm ki, mən maşınla gedirəm, skuterla qayıdıram, nə bilim, buldozerdə nə bilim, nə edirəm, məsəl üçün deyirəm də. Təkrarlayıram. Əgər nəqliyyatı bir vasitə olaraq istifadə edirsinizsə A nöqtəsindən B nöqtəsinə getmək üçün, hər zaman siz onu na ilə istifadə edəcəksiniz. Fərqi yoxdur, söhbət hansı nəqliyyat vasitəsindən gedir, getsin. Və o zaman təbii ki də bizim cümləmizdə nə olmalıdır? Hərəkət feilləri. Hərəkət feilləri. Məsəl üçün, ехать, не знаю, езжать. Nə bilim, bu tip hərəkət feilləri, nə bilim, və s. də belə deyək. Tutalım ki, gəlin belə bir cümlə yazım sizə. Я еду на метро в университет. Университет. Я еду на метро в университет. Bu söz niyə belə oldu bilmədim. Yedu. Правильно? Все. Baxın, na metro. Çünki metro universitetə getmək üçün hərəkət feilim də buradadır. Nə olur? Bir vasitə olur. Yəni məni A nöqtəsindən B nöqtəsinə aparır. Düzdür? Amma tutalım deyirəm ki, magistri qutarmısınız, cibiniz doludur, almısınız özünüzə qəşəng bir dənə Range Rover. Burada hal-hazırda manifest eləyirəm özümə ki, pulum çox olacaq və mən özümə Range Rover alacağam. Tutalım ki, almısınız özünüzə bir dənə qəşəng Range Rover. Oturmuşsunuz, nə bilim, Ağşəhərdə, almısınız özünüzə bir cappuccino, orta boy, karamelli siropla, extra hot. Oturmuşsunuz maşında və dostunuz sizə zəng eləyir və yaxud da rəfiqəniz sizə zəng eləyir də, indi tutalım ki. Deyir ki, ты где? Tərcümə eləyin, görün bunu. Sən hardasan? Sən hardasan? Sənin hal-hazırda nə soruşur? Məkan. Düzdür. Sizin hal-hazırda, ay malacaq, sizin hal-hazırda məkan soruşur ki, yəni sən hardasan? Əgər bizdən məkan maraqlıdırsa, yəni ki, mən söhbət bu dəqiqə maşının məni harasa aparmağından getmir ki, məkan olaraq soruşur ki, sən hardasan? Onda oja yadınıza salacaqsınız ki, aha, Range Rover deməli qapalı bir maşındır da, qapalı məkandır. Qapalı məkanlarla biz nə istifadə edirik? Hansı sözünü istifadə edirik? Deyəcəksiniz, v машине. Хорошо? Aydındır. Əgər hansısa bir nəqliyyat vasitəsi sizi A nöqtəsindən B nöqtəsinə aparırsa,
Fərqi yoxdur, hər zaman nadır. Yox, əgər siz o maşını, velosipedi, skuteri bir məkan olaraq göstərəcəksinizsə, orada baxacaqsınız. Qapalı məkandırsa, V ilə istifadə olunacaq. Açıq məkandırsa, na ilə. Məsəl üçün, na skuteri. Tərcümə edin, na skuteri. Skuterdə. Hal-hazırda skuterin üstündəyəm, yəni. Хорошо? Понятно? Hamıya aydındır. Qaranlıq heç nə qalmadı. Ümid edirəm ki, yox. Хорошо, bu belə. Bu oldu bizim V və na haqqında bilməli olduğumuz, yəni harda istifadə olunur o nüanslar. İndi gəlirəm digər bir məsələyə, sonluq məsələsinə. Bu sonluq məsələsini, yəni ki, imtahanda bizdən onun düzgün sonluğunu yəni ki, tələb edəcək deyə bir sual hələ ki mənim qabağıma çıxmayıb. Sizin deməli bu V və na haqqında öyrənməli olduğunuz birinci məsələ təbii ki də harda istifadə olunmasıdır. İndi bu izah eləyəcəyim sonluğu isə tutalım hər hansısa bir sözün mənasını bilməsəz belə ən azından cümlə içərisində başa düşə biləsiniz ki, bu burada məsəl üçün dadə mənasında mı istifadə olunub, yoxsa bu burada istifadə olunub, nə bilim, istiqamət bildirirmi? Daha sonra imtahanda bizim qarşımıza belə suallar çıxa bilər. Məsəl üçün deyə bilər ki, укажите слова, которые отвечают на вопрос где. Где sualına cavab verən sözlər tələb edə bilərsiniz. Правильно? Где nə deməkdir? Harda? Axı siz bilməlisiniz həmin o cümlə içərisində tutalım v şkole где sözünə cavab verir, yoxsa v şkolu. Düzdür? Yəni ki, bu tip nüanslarda baş açmaq üçün sizə baxın bu sonluqlar imtahanda kömək eləyə bilər. Ona görə burada diqqətli qulaq asmanızı tövsiyə edirəm. Deməli, hər şeydən öncə nəyi izah edeyim? V və na əgər da mənasında istifadə olunursa, bizim 90% sözlərimizin sonluğu olacaq Y. Bayaqdan da sizə sözlər sayıram. Məsəl üçün, в комнате, на столе, на полке, не знаю, там, nə olsun yenə, в машине, на машине. Hamısının sonluğu nə idi? G sonluğudur. Düzdür? Правильно? Verdi? Bizim elə istisna sözlərimiz var ki, hansılarını ki mən dərsdən sonra sizə göndərəcəm. Həmin o istisna sözlərimizin sonluğu isə U olacaq. Məsəl üçün deyirəm, bayaq sizin üçün meşə sözünü yazmışdım. Les. Правильно? Orada yadınızdadır, mən qeyd elədim, в лесу. Məsəl üçün, в аэропорту, не знаю, на мосту, bu tip sözlərimiz, hansılar ki bir spisakdır, yəni o sözlərin sayı düzdür o qədər də çox deyil, amma yenə də var mı var. O sözlərimiz də, məsəl üçün, в лесу sözümüz də где sualına cavab verir, lakin sonluğu bildiyimiz, öyrəşdiyimiz Y sonluğu deyil, İ sonluğudur. Хорошо? Bir də bəzi sözlərimiz var, əsasən də bunlar məhz znakla bitib qadın cinsinə aid olan sözlərimizdir. Məsəl üçün, bayaq bir xanım məndən soruşmuşdu, mən orada площадь sözünü qeyd eləmişdim. Помните? Meydan sözünü qeyd eləmişdim. Orada xanım məndən soruşdu ki, Səbinə xanım qabağıma çıxıb, deməli, na istifadə olunur, amma sözün sonunda məhz znak qalır. Хорошо? Baxın, əgər sözümüz məhz znakla bitib qadın cinsinə aiddirsə, onda da biz na ilə məsəl üçün istifadə edirik demək istəyirəm meydanda və sonluğumuz i olacaq. Gəlin bu hissəni belə silək. Məsəl üçün deyəcəm na площади. Хорошо? Bu sadəcə məhz znakla bitib qadın cinsinə aid olan sözlərə aiddir. Doговорились? Təkrarlayıram. Deməli, həmin bu V və na əgər da mənasında istifadə olunursa 90% sözlərimizin sonu olacaq Y. Məhz znakla bitib qadın cinsinə aid olan sözlərimizin sonu olacaq I. Və bizim istisna sözlərimiz var. Onları da sizə göndərəcəm, öyrənəcəksiniz. Onların da sonluqları olur U. Понятно? Вопросы? Есть какие-то?
Bu padejlərin sonundakı Bəli, bəli. E-uya oxşuyur. Bəli, bu Onları əslində necə ayırır? padejdir. Bu əslində padejdir. Hal-hazırda söhbət предложный padejdən gedir. Sadəcə mən padej olaraq izah eləmirəm də, demişdim sizə bunu. Padej olaraq izah eləyən kimi tələbə başa düşməməyə çalışır. Başlayır. Və bunu bildik. İndi gəlirəm istiqamət məsələsinə. Yəni məsəl üçün bayaq meşədə dedik, nə bilim meydanda dedik. Где sualına cavab verən sözlərin sonluqlarını bildik. Hal-hazırda isə quda sualına cavab verən sözlərin sonluqlarına baxırıq. Bu düşünürəm ki, digərindən daha asandır. Bir dənə bir nüans qaldı, onu demədim sizə. Çox üzr istəyirəm. Deməli, necə izah edeyim sizə? O sonluqları haqqında məlumatınız oldu. Söz əgər cəm formasındadırsa, məsəl üçün, gəlin deyək, комнаты. Nə deməkdir комнаты? Otaqlar. Otaqlar söz cəm formasındadır da, düzdür? Sual verirəm, sizcə bu, indi mən demək istəyirəm otaqlarda hansı ilə istifadə olunacaq? V ilə yoxsa na ilə? Məna olaraq. V ilə. V ilə istifadə olunacaq. Yadda saxlayın, bəli. V ilə istifadə olunacaq. Yadda saxlayın, əgər sözünüz cəm formasındadırsa və V və yaxud da nanın da mənasında istifadəsindən söhbət gedirsə, sonluğunuz olacaq ax və yaxud da yax. Otaqlarda demək istəyirsinizsə, otaqlarda deyəcəksiniz v комнатах. В лесах, məsəl üçün, meşələrdə. Aydındır? На деревьях, məsəl üçün, на деревьях, ağaclarda. Понятно? Aydındır, Agi? Всё, хорошо. Bu belə. Agi, предложный падej idi, müəllimə o. bu da предложный падежdir. V və nanın da mənası da предложный падеж. Sadəcə mən падеж olaraq izah eləmirəm. Sonluq olaraq və məna olaraq yadda saxlayın. Хорошо? Deməli, sizə v və na da mənasında hansı sonluqları qəbul edir, bu haqda danışdıq. V və nanın ikinci bir mənası da var idi. İstiqamət bildirirdi və istiqamət bildirdiyi zaman da quda sualına cavab verir. Хорошо? Və quda sualına cavab verdiyi zaman bəlli sonluqlar qəbul edir. Bayaq da sizə demişdim, bizim suallarımız ola bilər ki, məsəl üçün, укажите предложение, в котором есть слова, отвечающие на вопрос «где?». Укажите предложение, в котором есть слова, отвечающие на вопрос «куда?». Baxın, həmin bu dediyim nüans və sonluqlar sözün mənasını bilməsəniz belə sizə kömək ola bilər tapasınız deyə. İndi nəyi yadda saxlayırsınız? Əslində bu çox asandır. Baxın, əgər sizin istiqamət bildirdiyiniz söz мужской род, женский род, мужской род, значит, средний род. Və əgər множественное число, yəni ki, cəm formasına aiddirsə, sözün qarşısına v və yaxud da na qoyacaqsınız. Amma sözün özünü dəyişmirsiniz. Nədir bu? Məsəl üçün, gəlin sizinlə bunu biraz belə eləyək. Baxın, gəlin sizinlə belə bir söz götürək. Qoyun olsun sözümüz магазин. Почему я так отвратительно пишу? Магазин. Sual verirəm. Mən bundan v istifadə edəcəm, yoxsa na? Magazin. Qapalıdır. Qapalı məkan olduğuna görə hər iki mənada qarşısına v istifadə edəcəm. Bir dənə də sual verim. Sözüm hansı cinsə aiddir? Orta. Orta niyə? Murskoy rod. Kişi cinsi. Samit aiddir. Özü kişi cinsinə aid. Və dedik ki, qabağında v istifadə edəcək. İndi mən bunun qabağına v-ni qoysam, desəm v magazine. Yəni ki, bura y sonluğu artırsam, sözüm necə tərcümə olunacaq? Və hansı suala cavab verəcək? Sözüm tərcümə olunacaq mağazada. Sualı da olacaq. Gıdı. Bəli, deməli. Mağazada və sualı da olacaq где?
Yəni harda? Yox, əgər mən bu sözün qabağına v-ni qoysam, sözü olduğu kimi saxlasam, dedim axı kişi cinsində söz olduğu kimi olacaq. Ya olacaq v mağazin. Tərcüməsi olacaq mağazaya. Sualı da olacaq куда. Куда? Do you understand me? Все понятно? Yes. Точно? Da. Qaranlıq qalan, aydın olmayan nəsə var? Yoxdur ki. Все. Bu qədər sadə. İndi sizə sual verirəm. Baxın, murskoy rod dedik, женский rod dedik, daha doğrusu murskoy rod dedik, средний rod dedik, cəm forması dedik. Nə qalır burada? Женский род. Женский rod. İndi sizə sual verirəm. Baxın, женский rodun sonluqları var idi. Hansıları idi? A, ya, ay, sağ ol. Bunu A-nı keçirdib eləyəcəksiniz U, ya-nı da keçirdib eləyəcəksiniz U. Məsəl üçün, qabağınıza çıxır, bayaq dediyim, çox primitiv olsun, ki, yadınızda qalsın. Şkola. Nə ilə bitir? A ilə bitir. Qapalı məkandır. Qabağına V-ni qoysam, desəm şkole. Tərcüməsi məktəbdə. Sualı olacaq где? Правильно? Все. Qabağına V-ni qoysam, A-nı keçirdib U eləsəm, nə olar? Şkolu. Tərcüməsi olacaq məktəbə. Sualı olacaq куда? Понятно? Хорошо? Gəlin yayla olan da bir dənə söz izah eləyim ki, gecə rahat yatım da. Məsəl üçün, gəlin götürək dеревня. Dеревня. Kənd deyə tərcümə olunur. Desəm v dеревне. Tərcüməsi olacaq kənddə. Sualı olacaq где. Desəm v dеревню. Tərcüməsi olacaq kəndə. Sualı da olacaq куда. Понятно? Да. Точно. Вопросы? Questions? Any questions? Какие-то вопросы? Что-то непонятное есть? Bu mənə atdı, mən başa düşmədim. Biz bundan əlavə nəsə izah elədiniz, mən heç cür qoşula bilmirdim. Yox, narahat olmayın. Video qeyd eləmişəm. Sadəcə sonluqları izah elədim ki, женский rodda hansı sonluqlar olacaq? Мужской, средний və cəm formasında olan sonluqlar. Bu женскийdir, amma u, yu. Yəni ki, əgər söz женский rodda aiddirsə, yön bildirdiyimiz zaman söz A ilə qutarırsa sonunu U eləyirik. Şkola, в школу. Ya ilə qutarırsa sonunu Yu eləyirik. Dеревня, в деревню. Baxın. Və suallar da dəyişir. Bəli. Хорошо? Понятно? Да. Başa düşmədiniz? A, ya olanda qıdiyə. Yox, bir dəqiqə. Dedi düşdüm de. Başa düşdüm, yoxsa başa düşmədim? Mən mi səhv anladım? Yox, başa Düşdüm düşdüm. dedim mən. Yox, başa düşdüm. Все, elə bildim, başa düşməmisiniz, bir də izah eləyəcək. Ну, хорошо. Так, bu oldu v və na. Həm yön, daha doğrusu həm istiqamət, yön, həm də ki, daha dəm mənası. Bir də təkrarlayıram, konspektində göndərəcəm. Kitabı olanlara da aydın şəkildə kitabda hamısını yazmışam sizin üçün. Sonluqlardan başqa hər şeyi qeyd eləmişəm. Dərsə də bir dəfə də mütləq baxılsın. Yəni ki, sadəcə bu günlük dərsdən bunu bu qədər şey yadda saxlamaq biraz çətindir. Video dərsi də göndərəcəm. Ona da mütləq şəkildə yenidən baxılsın ki, təkrarlayıram. Bu həm sadəcə söz önlü mövzusu olaraq qarşınıza çıxa bilər, həm o где, куда məsələsində də qarşınıza çıxa bilər. Aydındır? Ona görə xahiş edirəm yadda saxlayın. Bu da belə oldu bizim birinci qoşmamız U. Bunun sinonimlərində qeyd edirəm sizin üçün. Okolo və возле. Üçü də Azərbaycan dilinə yanında, ətrafında, yaxınlığında deyə tərcümə olunur. Üçünün də tərcüməsi eynidir. Gəlin bir dənə baxaq pajaj məsələsinə də. Bəlkə də aranızda pajajla yadda saxlayanlar da olur. Məsəl üçün deyirəm, gəlin dеревня sözünü götürək. U dеревни sonluğu eyni şəkildə qalır. Okolo dеревни, возле dеревни. Üçü də eyni cürə tərcümə olunur.
Kəndin yanında, yaxınlığında, ətrafında. Sinonim söz örləridir və siz bunların yerini dəyişib istifadə edə bilərsiniz. Yəni eyni cümlə içərisində u derevni, okolo derevni, возле derevni deyə bilərsiniz. Aydındır? Bu üçü sinonim olaraq yadda saxlanılır. İndi burada bir dənə belə predlog var, parazit predlog. Bu predlogun bir də təxminən mənası var. Təxminən. Хорошо? Məsəl üçün, baxın, deyirəm ki, okolo 5 kiloqramov. Okolo 5 kiloqramov. Necə tərcümə olunacaq? Təxmini 5 kilometr. Хорошо. Təxminən 5 kiloqram. Aydındır? Не знаю, около 10 manatov. Təxminən 10 manata yaxın. Təxminən 10 manat. Bəli, aydındır? 10 manata yaxın, 10 manat qədər. Bax belə. Təxminən mənası da. Bu okolaya aid deyiləm, müəllim. Bəli, bəli. Yəni ki, u və возле elə istifadə olunmur da. Azərbaycanca deyirsiniz, hardasa 10 manata yaxın. Baxın, bu da odur. Yəni bunların arasında okolo, düzdür, üçü də sinonimdirlər, amma okolonun bunlardan başqa bir mənası da var. Təxminən mənasında da istifadə oluna bilir. Хорошо? Понятно? Daha sonra bunlara oxşar bağlayıcılar, daha doğrusu söz önlərimizdən biri də var. Это вокруг. Vokruq. Vokruq isə Azərbaycan dilində ətrafında deyə tərcümə olunur. Ətrafında. Məsəl üçün, mən desəm əgər vokruq şkolu, vokruq Məktəbin ətrafında. Bəli, məktəbin ətrafında deyə tərcümə olunacaq. Хорошо? Bəzi hallarda hətta mən onu возле ilə sinonim olaraq götürmək olur. Düzdür, возле daha çox yaxınlığında deyə tərcümə olunur. Okolo daha çox ətrafında mənasında var. Amma bunun özünün sırf tərcüməsi budur. Vokruq ətrafında deyə tərcümə olunur. Aydındırmı? Понятно? Хорошо. Daha sonra gələk iz və s. Bunların fərqini bayaq xatırlatmışdım əslində sizə. Bir dəfə də xatırladıram. Baxın, iz əslində Azərbaycan dilinə dan, dən deyə tərcümə olunur. Dan, dən. Amma hal-hazırda biz bunu deməli v-nın antonimi olaraq istifadə edirik deyə içərisindən deyə də tərcümə edə bilərik. İçərisindən. Məsəl üçün deyirəm ki, mama bыстро вышла из комнаты. Anam otaqdan tez çıxdı, baxın. Tez çıxdı. Из комнаты. Tərcüməsi nə oldu? Otaqdan. Bunun daha doğrusu istifadə olaraq buna çox oxşar. Bir də bizdə var s. Çünki bu da dan, dən deyə tərcümə olunur. Dan, dən. Amma biz bunu daha çox üzərindən mənasında görürük. Üzərindən. Məsəl üçün deyirəm ki, я взяла ручку со стола. Tərcüməsi stolun üzərindən götürdüm. Хорошо? Понятно? Да. Всё, отлично. Bir dənə də dan dənimiz var. Düzdür, bizim dan dənlərimiz rus dilində çoxdur. Siz mənə deyin görüm, iz və s-nin fərqi və istifadə yeri sizə aydındır? Bəli. Хорошо. Bir də dan-dən olaraq sırf bu məkan məsələsində sizin deməli qarşınıza çıxa bilər bir ot. Хорошо? Ot da dan-dən mənasında istifadə olunur. Amma biz bunu bir canlılarla istifadə edə bilərik. Canlı. Məsəl üçün deyirəm ki, я получила письмо от брата. Tərcümə edin. Tərcümə edin mənə ad brata. Mən qardaşımdan məktub əldə etdim. Bəli, qardaşımdan Məktub aldım. aldım. Düzdür? Ay sabah görsən nə ilə istifadə edirəm? Canlılarla. Məsəl üçün deyirəm ki, Canlılar. atradных doğmalarımdan. Хорошо. Da, əzizlərimdən, doğmalarımdan və yaxud da deyirəm ki, я вижу поддержку от папы. Atamdan məsəl üçün. Хорошо? Bir canlılarla istifadə olunur. Bir də Azərbaycan dilində bir neçə sonluq var. Həmin o sonluqları bizə göstərə bilir. Bilirsiniz hansıdır? İn var, 4 variantlı. İn,
un, ün. Baxın bu. Məsəl üçün belə bir cümlə qeyd edeyim sizə üçün, daha doğrusu söz birləşməsi. Ключи от машины. Ключи от машины. Deyir sizə maşının açarları. Düzdür? Baxın, həmin o, necə deyim, ın, ün, un, həmin o 4 variantlı şəkilçini də bizə bəzən ot bildirə bilər. Ключи от машины dediyim zaman maşının açarları və yaxud da deyirik лекарство от головной боли. Baş ağrısı dərmanı. Bəli, baş ağrısının dərmanı. Baxın, лекарство sözü hər zaman otla istifadə olunacaq. Mən bunu bundan öncəki bir dərsdə də demişdim. Məsəl üçün, лекарство для ola bilməz. Лекарство из ola bilməz. Hər zaman otla istifadə olunacaq. Bu da aydındır. Da. Хорошо. Daha sonra bir dənə də dan mənasında istifadə olunan bizdə var. Через. Через daha çox üstündən və yaxud da içindən deyə tərcümə olunur. Baxın, nə mənada? Məsəl üçün deyirəm ki, через улицу. Через улицу. Tərcüməsi küçədən. Хорошо. Через мост. Körpüdən. Bəli, bu mənalarda istifadə olunur. Через мост. Хорошо? Bir də yadda saxlayın. Əgər через-dən sonra vaxt bildirən söz gəlirsə, vaxt bildirən söz. Məsəl üçün deyirəm ki, tutalım. Через 2 недели. Tərcüməsi olacaq sonra. Sonra yadda saxlayın. Əgər через-dən sonra vaxt bildirən söz gəlirsə, onun tərcüməsi olacaq sonra. Deyirəmsə əgər через 2 недели, tərcüməsi 2 həftə sonra. Aydındır? Baxın, 2 dənə cümlə deyim sizə. Tutalım, deyirəm ki, мой брат прыгнул через забор. Deyin, tərcüməsini deyin. Мой брат прыгнул через забор. Mənim qardaşım hasardan tullandı. Hasardan tullandı. Bəli, yəni hasarın üstündən tullandı. Baxın, bu через əgər bu üstündən mənasını belə duqa şəklində də yadda saxlaya bilərsiniz. Bax, bu olsun bizim hasarımız. Bax, görürsən üstündən. Через мост məsəl üçün, bax görürsüz, bax bu duqa şəklində yadda saxlaya bilərsiniz. Üstündən mənasını. Yox, əgər через-dən sonra vaxt bildirən söz gəlirsə, hansı mənada istifadə olunacaq o zaman? Sonra. Aydındır? Запомнили? Точно? Хорошо. Bir də məsəl üçün bəzən vasitəsilə mənasında da istifadə oluna bilər. Hətta Azərbaycanca da olur. Tutalım deyirlər, через tapmışam. Eşitmisiniz də hər halda. Bəli. Hə, bax bu o mənada da əslində rus dilində də istifadə olunur. Məsəl üçün deyirəm ki, через кого-то, например, сделать что-то через кого-то, nəyisə kimisə vasitəsilə görmək mənasında da istifadə oluna bilər. Хорошо? Elə bizim Azərbaycancadan bildiyimiz həmin o mənada. Запомнили? Да. Точно? Все понятно bura qədər? Hər şey aydındırmı? Да. Хорошо. İndi gələk nəyə? İza. Bu niyə bu rəngdə oldu? İza. Deməli, yadda saxlayın. İza bir səbəb göstərib, görə deyə tərcümə oluna bilər. Keçən dərsdə demişdim buna. Bunu daha doğrusu. Məsəl üçün deyirəm ki, İza tutalım, плохой погоды. İza плохой pогоды. Tərcümə edin. Hava pisdir. Pis havaya görə. Pis havaya görə. Хорошо? Bir də İza tərcümə oluna bilər arxasından. Arxasından. Baxın, izin dən mənasını, zanın da arxasında mənasını birləşdiriblər, eləyiblər arxasından. Məsəl üçün deyirəm ki, maşina выехала из-за угла. Tərcümə küncün arxasından, küncün dalından, nə bilim, o tərəfindən
o tayından. Aydındır, bax, bu mənalarda istifadə olunur. Понятно? Təkrarlayıram. Bir səbəb göstərə bilər bizə. Da, yəni ki, səbəb bildirə bilər. Görə deyə tərcümə oluna bilər. Bir də məkan mənasında arxasından deyə, o tayından, dalından, o tərəfindən, o üzündən bu mənalarda da istifadə oluna bilər. Хорошо? Hamıya aydındır, xanımlar, bəylər. Qaranlıq qalan nəsə var? Хорошо. İndi gəlirəm nəyə? Bu izah eləyəcəyim bir neçə predloq eyni padejlə istifadə olunur deyə sonluqları haqqında sizə məlumat verəcəm ki, imtahanda məsəl üçün qarşınıza çıxsa, sözün tərcüməsini bilməsəz belə ən azından sonluğundan başa düşə biləsiniz ki, sizdən orada nə tələb olunur. Baxın, yadda saxlayın. Biz sizinlə bayaq s deyə bir predloqa baxdıq. Hatırlayırsınız da, правильно? Hansı mənada istifadə edirdik s-nı? Üzərində. Üzərindən. Правильно? Yadda saxlayın ki, s-nın bir də bundan əlavə olaraq la, lə, ilə mənası var. Məsəl üçün deyirsiniz, rəfiqəmlə, dostumla, qardaşımla, nə bilim, çantayla, həmin o la, lə hissəciyini ilə mənasında da bizə s göstərə bilər. Daha sonra za, arxasında mənasında, nad, üzərində, üstündə, üzərində, üstündə, pod, altında, daha sonra между, arasında, ortasında. Bu между ilə bağlı bir şey də izah eləməliyəmsə, yadıma salarsınız əgər unutsam. Между, bir də перед. Əsas bu. Перед isə tərcümə olunur, deməli, bir nədənsə əvvəl. Baxın, məsəl üçün deyirəm ki, перед обедом. Yəni ki, nahardan öncə. Перед сном, yatmazdan öncə, yuxudan öncə. Bir də qarşısında mənasında. Qarşısında. Перед домом, məsəl üçün evin qarşısında. Baxın, bu sözünlərimiz s, so, la, lə ilə mənasında, za arxasında mənasında, nad üzərində, üstündə, pod altında, между arasında, перед əvvəl və qarşısında bu mənalarda. Bunlardan sonra istifadə olunan sözlər eyni sonluqları qəbul edir. Om, yem sonluğu, əgər sözü murskoy və yaxud da sredni roda aiddirsə, oy, yey sonluğu, əgər sözünüz jenski roda aiddirsə və son olaraq a, mi, ya, mi sonluğu, əgər sözünüz cəm formasındadırsa. Təkrarlayıram. S, so, la, lə ilə mənasında. Za arxasında mənasında. Nad üzərində, üstündə mənasında. Pod altında. Между arasında. Перед əvvəl və qarşısında mənalarında sözlərimiz eyni sonluqları, yəni istifadə olunan sözlər eyni sonluqları qəbul edir. Əgər sözünüz kişi cinsinə və orta cinsə aiddirsə, həmin o sözünüz om və yaxud da yem sonluğunu qəbul eləyəcək. Məsəl üçün, gəlin götürək belə bir söz. Друг. Давайте возьмем вот слово друг. Да, правильно. Давайте напишем это слово. Sözümüz hansı cinsə aiddir? Мужской род. Ay, молодец. Bunun üstünə bir dənə s və om əlavə eləsəm, olacaq s drugum. Tərcüməsi dostumla. Məsəl üçün götürək sumka sözünü. Sözümüz hansı cinsə aiddir? A ilə bitir. Qadın cinsinə aiddir. Məsəl üçün mən demək istəsəm, əgər tutalım ki, çantayla deyəcəm s sumkıy. Sonluğa diqqət. Oy. Qadın cinsində oy sonluğu. Oy və yaxud da yey sonluğu. Bir də məsəl üçün götürüm knigi.
Tərcüməsi Kitablar. kitablar. Cəm formasında. Cəmdə Cəmin sonluqları isə ami və yaxud da yami. Məsəl üçün s, kni-ga-mi. Вот. Ami. Aydındırmı? да. Все. Вопросы какие-то есть? Nəsə sual və yaxud da qaranlıq qalan nəsə var? Yoxdur ki? Хорошо. Tək elə olsun. Əgər bu da aydındırsa, kstati o sonluqları öyrənməyi sizə çox kömək olacaq. Bir də təkrarlayıram, əgər imtahanda birdən elə bir məsələ olarsa ki, tutalım ki, sözün tərcüməsini bilmirsiniz, ən azından sonluğundan hansı mənada istifadə olunduğunu başa düşə bilərsiniz, anlaya bilərsiniz. Хорошо? Gəlirəm bayaq sizə dediyim между və среди. Baxın, bizdə var между. Bir də bununla eyni mənada istifadə olunan var sреди. Hər ikisi yanında, ortasında mənasında, daha doğrusu yanında nədir? Ortasında mənasında istifadə olunur. Amma между istifadə olunur əgər söhbət iki dənə nəyinsə ortasından söhbət gedirsə. Məsəl üçün deyirəm ki, между мамой и папой. Tərcümə edin между мамой и папой. Anamın və atamın ortasında, arasında. Хорошо? Amma əgər söhbət nəsə çoxluğun arasından söhbət gedirsə, çoxluq. Məsəl üçün, korona dövründə çox tez istifadə olunur deyə bu cümlə. Deyirəm ki, значит, вирус распространяется среди населения. Nə deməkdir sреди naселения? Əhali. Çox əhali. Bəli, əhali arasında. Əhali arasında. Söhbət əgər çoxluğun arasından gedirsə, bu sredidir. İki dənə nəyinsə arasından söhbət gedirsə, bu междуdur. Хорошо? Запомнили? Понятно все? Bir də təkrarlayıram. Əgər söhbət iki dənə nəyinsə arasından gedirsə, bu междуdur. Yox, əgər çoxluğun arasından söhbət gedirsə, bu среди olacaq. Вам понятно? Вопросы какие-то есть? Понятно. Хорошо. Və məkan bildirən son iki dənə əsas bağlayıcımız qalıb. İndi daha yox, bağlayıcı nə idi? Döndən bu yana ancaq bağlayıcı deyə qalmışam. Qoşma, sözünü, preдлог. Deyirəm, preдлог rahatladı əsəbi. Значит, hansıdır bu? Po. Baxın, po'nun rus dilində hardasa 5-ə yaxın fərqli yerdə istifadə oluna bilər. Azərbaycan dilində tərcümədə də fərqli tərcümələri var. Birinci po'nun tərcüməsi, deyim sizə, boyunca deyə tərcümə oluna bilər. İminə məkan məsələsində, bax, boyunca deyə tərcümə olunacaq. Məsəl üçün deyirəm ki, по лесу, по бульвару, по парку, по улице. Hansı mənalarda istifadə olunacaq? Boyunca mənasında. Meşə boyunca, bulvar boyunca, küçə boyunca, nə bilim, park boyunca. Birinci mənası budur. İkinci mənası üzrə. Üzrə. Məsəl üçün deyirəm ki, on spesialist по кадрам. Перевод. Tərcümə eləməyə çalışın. Necə tərcümə? Kadrlar mütəxəssisidir. Kadrlar üzrə mütəxəssisdir. Bildiyimiz HR. HR deyirik indi. Bax odur. Хорошо? Deyəndə ki, o kadrlar üzrə mütəxəssisdir, söhbət bundan gedir. Bax, spesialist по кадрам. Kadrlar üzrə mütəxəssis. Хорошо? Daha sonra bir mənasında, bir də belə qarşınıza çıxa bilər. Məsəl üçün deyirəm ki, по математике, по русскому, по биологии, fənlərlə, əslində o da bəlkə də üzrə deyə tərcümə olunacaq. Baxın, deyirəm ki, tutalım ki, я не решила задачи по математике. Tərcümə eləyin, я не решила задание по математике. Mən riyaziyyat üzrə tapşırıqları həll etməmişəm.
Хорошо, riyaziyyatın tapşırıqlarını həll etməmişəm mənasında. Хорошо? Onu da bildirir. Daha sonra hansı mənası var? Vasitə bildirə bilər. Vasitə. Məsəl üçün deyirəm ki, по telefonu. Tərcümə eləyin bu telefonu. Telefonla. Telefon. Əslində Azərbaycan dilində tərcümə olunanda bəli elə çıxır telefonla. Amma bizdə o laləni axı başqa bir söz Telefon vasitəsilə müəllimə. Bəli. Bu po telefon Bəli, dialektdə Azərbaycan dilinə mən məsəl üçün belə bir cümləni tərcümə eləsəm, ya говорю по telefonu. Mən telefonla danışıram da. Normalda bayaqda sizə dedimi, o s var da bizdə lalə mənasında biz s-nı istifadə edirik. Amma biz vasitə göstərəndə s istifadə edə bilmərik heç vaxt. Vasitə hər zaman podur. Ona görə po varsa çalışın onu elə vasitə olaraq da tərcümə edin ki, la ilə ilə qarışdırmayasınız. Хорошо? Məsəl üçün deyirəm ki, я смотрю передачи по YouTube. YouTube vasitəsilə baxıram. Po televizoru, televizor vasitəsilə baxıram. Aydındır? Və əsas mənaları boyunca, üzrə, vasitəsilə, belə tərcümə olunur. Daha sonra yenə deyirəm, fənlərlə istifadə oluna bilir. Məsəl üçün belə bir cümlə çıxa bilər qarşınıza. Значит, он мой родственник по отцовской линии. По отцовской линии. Deyirsə, ata tərəfimdən qohumdur. Atam tərəfdən qohum. Bəli, bax, отцовская линия ata tərəfimdən qohumdur. Aydındır? Məsəl üçün deyirəm ki, vaxtda belə bir cümlə çıxa bilər qarşınıza. По качеству это лучше. Keyfiyyətə görə, keyfiyyət baxımından Yaxşıdır. bu daha yaxşıdır. Aydındır? Çox fərqli mənaları var. Əsas mənaları bunlardır. Boyunca, üzrə və vasitə. Хорошо? Да. Какие-то вопросы есть? Нет. Все хорошо. Və son olaraq qaldı k predlogu. K bizdə daha çox tərəfə, yanına, daha sonra sizdə var ya o gilə hissəciyi. Deyirsə nənəm gilə, qardaşım gilə. Həmin o gilə hissəciyini bizə k göstərir. Yəni əsas tərcüməsi nə oldu? Yanına, tərəfə və yaxud da gilə. Məsəl üçün deyirəm k metro. Metro tərəfə. K babushki məsəl üçün. Nənəm gilə. Aydındır? Daha çox nəyi bildirdi? Yön, istiqamət, yanına, tərəfə, gilə. Bir də bəzən məcazi mənada da istifadə oluna bilir. Məsəl üçün deyirəm ki, у моего брата большой интерес к литературе. Necə tərcümə olunacaq k literaturiya? Ədəbiyyata. Bəli. Əslində bu da belə baxanda istiqamətdə. Düzdür, məcazi mənada, amma istiqamətdir. Правильно? У моего брата большой интерес к литературе. Yəni ki, riyaziyyata, daha doğrusu ədəbiyyata çox marağı var. Ay malacız. Ədəbiyyata baxın, səhv etmirəmsə o A şəkilçisidir, sonluğudur. İki variantlı olan o A-nı bildirir. Və yaxud da məsəl üçün deyirəm ki, мой брат готовится к экзамену. Nə deməkdir k экзамену? Bəli, imtahana. Malacız, k экзамену, imtahana hazırlaşır. Хорошо? Bəzi hallarda dan, çox nadir hallarda dan şəkilçisini göstərə bilər. Bax, məsəl üçün belə bir söz var. К счастью. Necə tərcümə olunacaq? Xoşbəxtlikdən. Mesela deyirəm ki, к счастью я успела. Xoşbəxtlikdən mən çatdım. Хорошо? Və yaxud da к сожалению, bəzən ki hissəciyini göstərə bilər. К сожалению, təəssüf ki. Təəssüf ki. Хорошо? Bax, bu sözlər yadınızda qalsın. Всё. Bu oldu bizim məkan bildirən söz önlərimiz. Düzdür, bizim söz önlərimizin sayı çoxdur. Vaxt bildirənlərimiz var, deməli məkan bildirənlərimiz var, məcazi, həqiqi mənada istifadə olunanlarımız var. Mən bugün konspektini sizə göndərəcəm. Xahiş edirəm, ən azından bugün izah elədiyim bu iki nüans, daha doğrusu mövzu sizin artıq əzbəriniz olmalıdır. Хорошо? İndi sizə